Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar bugünkü videomuz görürsünüz ki Brahma toyuğumuz cüceler çıxardı. Onun hakkında danışacağım. Bundan önceki videomuzda yani bu akşam izleyeceğiniz videoda belə deyim. Bugün ayın 8'idir. Dünən hündüşka gördük ki çıxardıb qəfədən altında. Onda elə bildim hündüşkanın altındaki cüceler çıxıb. Ama sen demə bunun yumurtasını aparmışdım. İndi onun hikayesinde size danışacağım. Əlavə olaraq bir lal ördəyimiz də qırt yatıb. Onu göstereceğim sizlere. Arkası videonun ne olacak indi de bilmirəm, özüm de bilmirəm. Çünkü hələ bu akşam video atmışam. Bu videonu siz hardasa 2 gün sonra izleyeceksiniz. Yani bugün ayın 8'de hardasa siz bunu ayın 11'i falan akşam izleyeceksiniz. Ona göre hələ ki bilmirəm arkasında olacak videonun ama bu cüceleri göstereceğim ve lal ördəyimizi qırt yatırmışıq onu göstereceğim. Herhalde belki de ona kimi ayın 11'i falan o hündüşkamızda balları çıxacaq. Yəqin bunun arxası o da ola bilər və ya başqa bir məsələ haqqında da ola bilər. Videomuza başlamadan öncə sizdən çox xahiş edirəm. Əgər kanalımıza abunə deyilsiniz və kənd həyatını sevirsinizsə kanalımıza abunə olun. Videolarımıza da like, yorum atsaz çox sevinərəm. Üzr istəyirəm, çox yorğunam. Biraz danışığımda da problem ola bilər bu günləri. Demək dostlar, bunun altında 8 dənə yumurta var. Dünənləri, yəni dünən dediyim, yəni siz ayın bu akşam izleyeceğiniz, ayın 8 izleyeceğiniz videoda dünən ayın 7'si idi. Getdik hündüşkanın altına baxdıq ki, sizlerle beraber baxırdıq. Gördük ki cücə çıxıb. Mən onda elə bildim ki, hündüşkanın balaları artıq cücələri çıxmağa başlayıb, erkən çıxıb. Çünki yay aylarında ola bilir ki, məsələn, normalda cücə 21 günə çıxırsa, 19 günə, hətta 18 günə çıxan cücədə görmüşəm, mənim həyətimdə olub. Hətta 16 günə çıxan cücədə şahid olmuşam, amma o mənim təsərrüfatımda baş verməyib. O an elə bildim ki, idrak edə bilmədim. Elə bildim hündüşkan balalardı. Amma yadımdan çıxdı ki, bu brahmamızı bastırmışdıq. Bu brahmalar sizə dedim də qırt yatırmaq üçün heç yararsız heyvanlardı da. Sadəcə məcbur idim. Əlimdə qırt toyuğu yox idi və brahma yumurtalarım xarab olurdu deyə gətirib bunun altına qoydum. Bunun yumurtalarından bir neçədə də parp hündüşkanın altına koymuştum. Çünkü bu iri toyuq olsa da yumurtanın biri qalırdı o tərəfdə, biri qalırdı bu tərəfdə. Normal qırt yatmırdı, isidə bilmirdi yumurtaları. Həm də əzirdi yumurtalardan, altında əzirdi. Çünkü iri çəkiyə malikdilər, iri cüssəyə malikdilər. Ayaqları da baxın belə tükmüş. Bax bu uzutlu ayağında tük var. Bu yazıq yəni necə yatsın onu da qınamıram. Yəni bu qırt yatmağa uyğun heyvanlar deyirlər də. Bunlar dekorativ heyvanlardır. Neyse onun altında çıxanda demək bunun cücələrindən imiş. Videonu söndürəndən sonra ağlıma geldi ki bunu yumurtalarından onun altına koymuştum axı. Neyse belə demək gördüm, geldim bunun da altına baktım, gördüm bunun da altında bütün yumurtaların hamısı dindi. Ama çok təəssüflər olsun ki bu çıxana yaxın lap belə zay oldu. Cücənin biri ikisi çıxandan sonra lap başladı əzməyə. Yumurtanın neçəsini əzdi. Baxın görürsünüz cücənin biri burada, birini atmışam, biri evdə təmiz xaşıl eləmişdi yumurtanı. Bütöv qanamışdı. Göbəyin filan yığa bilmir. Birini aparmışam evdə əskiyin arasına bükmüşəm. Yanına da isti su butulkası doldurup koymuşam. Əskiyə də büküb koymuşam ki belki orada düzələr, amma göbək zadı filan çöldətdə təmiz. Yəni sərdən aparmışam, quruma filan da yoxdur tükündə. Göbəkdəki tam yığılmayıb hələ. Neyse o evdə biri orada hündüşkanın yanında ölüdü. Neyse bunun altında gördüm əzir yumurtaları. Altında ne yumurta vardı apardım koydum hündüşkanın altına. Bu sefer hündüşka altında yumurta çok olduğu için başladı cücə də çıxan kimi bu sefer hündüşka başladı əzməyə. Çünkü onu da qınamıram. Hündüşka yaxşı hündüşkadır amma altında yumurta çox, tam sığdıra bilmir altına. Əlavə olaraq da cücə çıxır onu əzməmək üçün o tərəf bu tərəf. Neyse birin öz yumurtasından elə sındırdı. Hansı 3-4 günə sonra çıxacaq öz yumurtalar 2-3 günə sonra çıxacaq axı. Ayın 11'i 12'si vaxtıdır. Birinin öz yumurtasından əzdi, birinin bunun cücəsindən əzdi, öldürdü. Yəni qısacası çox tələfat verdi. Nədir? Bir dənə bu brahma toyuğu qırt yatırmağımızın fəsadların yaşadığı da belə demək lazımdırsa. Çox yəni zəifdə bu dəfəki çıxışlarımız çox zəif. Cücələrimiz də hamısı belə qara-qara rəngləri belə çıxıb deyəni. Yəni çox təəccüblənirəm ki, məndə rəngli toyuqlar çıxan balalar hamısı qara-qara. Bir dənə budur biraz ağım sol kimi çıxan. Bu da bilmirəm, bəlkə də şey olacaq. Limon brahma oxşayır balasına. İndi bilmirəm tam olaraq nə çıxacaq. Çünki altına ne yumurta koymuşam o da yadımdan çıxıb. Gərək videoda baxam orada bəlkə qeyd eləmişəm hansı yumurtalar, hansı cinslərin yumurtalarından koymuşam. Tam olaraq bilmirəm. İndi bunun altında 8 dənə cücə var dostlar. Bunlar bilirik limon brahmalar, buf brahmalardır. Ay maşallah olsun. Bu nə yaxşı ağır cücədir.
Bu bilirik ki bunlar buf buraxmalar. Üzr sayın, telefonunda yer doldu, video dayandı. Neyse, burada 8 dənə cücə var. 3 dənəsi hələ yumurtanın içində hündüşkanın altındadır. Onu da qeyd etmək istəyirəm. Bir dənəsi evdədir. O dediyim kimi əzilmiş yumurta. İndi bilmirəm o qalacaq, qalmayacaq. Bunları hələ ki bu toyuğa verəcəyik. Daha sonra hündüşka çıxardanda 2-3 günə hündüşka çıxardacaq axı. Bundan zaten 10 dənə buraxma sifarişli dedi. Keçən dəfə qeyd eləmişdim. Onlar gedəcək. İndi onda hündüşkanın da altında hələ bir 6-7 dənə çıxmayan buraxma düzəsi var. İndi onlar da tam olaraq çıxsın. Satılan satılacaq. Geri qalan da 3-4 nə qalacaqsa o hündüşkanın yanına atacağıq. Yəni belə dostlar, bu haqqında çox danışmayacağım. Saxlama qaydasında zaten hündüşka çıxanda hamısını bir yerdə təkrar sizə üstündən keçərəm. Sadəcə göstərmək istədim bu cücələrimizi. İndi bunları götürəcək. Qabağına başlanğıc broiler yemi qoyacağıq. Bunlar mayalansın. Çünki içində dünən axşam çağından çıxanda cücə var. Az qalıb. 24 saatda o çıxdığı az qalmasınlar. Dostlar, bu da ikinci qırt yatan ördəyimiz. Hansı ki böyük ördəklərimizin çıxan anası var idi. Həmin ördəkdir. O birisini zaten bilirsiniz, ağ ördəyimizdə o ilk dəfədir bu il qırt yatır. Bir dəfə yumurtada 12 dənəsini, sonra xəstələndi, yumurtadan kəsildi. Təzədən ayıltdıq, sonra yenə yumurtadır. Təxmini ilə yenə 12-13 ədəd yumurtadır. Yatdı, amma altında 17 ədəd yumurta var. Bu ördəyin də bir neçə yumurtası onun altındadır. Bu ördəyimiz də yumurtlamağa davam edir. Deyirsiniz ki, bu gölün qırağında bu ördəyin çirki nədir? Gölə getmir, hansı uşaqlar. Bu yumurtayı qırt yatandan sonra gölə qətiyyən getmir. Ancaq bağın içində gəzir. Ona görə də belə batıb. O orada yumurtayır. Ördəyin də altına 12 ədəd yumurta qoydu dostlar. Cəmi əlimizdə olan yumurta o idi deyə 12 ədəd də onun altına yumurta qoyduq. Bəlkə bu axşam bu da yumurtayanda bunun bir dənə yumurtasını da qoyaram onun altına. 13 ədəd olsun. Ya da ki elə öz altındakı qalar. Çünki bu ördək də birazdan yumurtayı qırt yatacağı üçün, yəni bunu da altını yumurtasını zayləmək lazım deyil də. O birisi sonuncu çölə attığımız ördək də qırtdan ayrılıb, amma hələ onun yumurtaya başlamağa təxmini çəkərdi. Çünki onun balaları heç bir 10 gün olmaz hər halda çıxdığı yumurtadan. Hardasa bir həftə, 7-8 gün qabaqdır. Bu da təxmini bu iki ördəyimdə hardasa bir 15-16 gün sonra yumurtaya başladılar. İlk yumurtaların 15-16 gün. Yəni bala çıxartdılar, attım çölə. Ayılmaqlarla yumurtlamalar 15-16 gün çəkdilər. Yəni maksimum belə olur. 15-20 gün arası təkrar yumurtaya düşüb, bunlar yəni balasının əlindən asız təkrar yumurtaya düşüb, qırtdan ayrılıb təkrar yumurtaya düşüb yumurtayırlar. Belə dostlar, 12 dənə yumurta ilə də onu bastırmış olduq. İndi geri qalanda nə yumurtasa, yəqin ki bu qırt yatana qədər, bu ağlı qaralı ördək qırt yatana qədər o biri ördək də yumurtaya düşər. Onu da yumurtasına bir neçə ədəd bunun altına qoyarıq. Beləcə bunu da qırt yatarıq təkrar. Belə dostlar, hələlik ki bu qədər. İndi videonun arxasında olacaq tam bilmirəm. Nə də göstərib ondan sonra sağollaşarıq. Dediyim kimi bu videonu ayın 8-i çəkirəm. Amma siz hardasa 11-i falan izləyəcəksiniz inşallah. Dostlar, istədim qısa olaraq bunlardan da sizə bəhs edeyim. Bunlara qurt dərmanı verdik. Ondan danışmaq istəyirəm sizlərə. 2 aylarına çox az qalıb. Haş vaksini vuracağım artıq 2 ayından sonra. Ona görə dedim qurt dərmanı vereyim. Bir həftə falan sonra da haş vaksini vuraram. Amma qurt dərmanı bunlar çox olduğu üçün və attırıb ata biləcəyim yer olmadığı üçün tabletka yox. Bu yemə qatılan toz dərman var. Ondan aldım, verdim. Amma təəssüflər olsun ki bir xeyri olmadı. Heç bir dənə də olsun qurt düşmədi. Bilmirəm, mən mi səhv elədim. Yemə qatılan dərmanı toz halındakı yemə qatdım da. Dedilər, daha doğrusu atamı göndərmişdim Baytara. Baytardan soruşmağı unutmuşdum deyə. Burada həmişə o toz dərmandan yemə qatıb verən insan vardı. Ondan maraqlandım ki, necə qatıb verirəm. O da dedi ki, elə quru halda qat. Yemi istatsan zəhərləyə bilərsən cücəni. Mən də quru halda yemə qatdım, verdim. Heç bir xeyri olmadı. İndi təzədən Baytara gedib əlavə suya qatılan filan başqa bir dərman almağı düşünürəm. Bu da cücələrimizin həm də son halı göstərmiş olun dedim sizlərə. Bunlar da bizim 3 ayları hələ tamam olmayan cücələrimizdəndir. Baxın budur. Daha sonra baxın odur. Su qabından en azından boyunu təxmin edərsiniz də. Yəni su qabı ilə ölçə bilərsiniz. Belə telefondan fərqli görünə bilər, amma su qabı ilə ölçə bilərsiniz. Bunların hələ 2 ayları tamam olur. O da o 2 ay tamam olacaq cücəmizdə. Az qalıb 2 aylarına. Ayın 11-i həm bunların 2 ay, onların da 3 ay tamam olacaq. Belə baxın. Bunları da istədim sizə qısa olaraq göstərim. Aklıma gəldi ki, videomuzu da elə belə sonlandıraq. Bugün ayın 10'udur. Digər videoları 8'i çəkmişdim. Ağ ördəyimizin altına bilirsiniz 17 ədəd yumurta qoymuşduq. Onun 7 ədədi təəssüflər olsun ki boş çıxdı. Toxum olmayıb içində və yaxud da ki xarab olublar. Çünki
Bilirsiniz bu ağ ördəyimiz yenə 5 ədəd yumurtlayıb, yumurtadan kəsilib, artıq bir həftə sonra filan təkrar yumurtaya düşdü. Düşünürəm ki, o 5 ədəd yumurta zaten xarab olub, yəni vaxtı keçdiyinə görə xarab olub. Çünkü üstünde de geldiler, toyuqlar yatdı yumurtada durdu, toyuqlar yatdı yumurtada durdu. İsti soyuq, yəqin ki o 5 dənə yumurta ilə baştan xarab olunmuş. Geri qalan 2 dənə yumurtada da yəqin toxum olmayıb. Yəni nəsə hansı problemdirsə tam olarak anlamadım. Qısacası 7 yumurtada toxum yoxdur. Altında cəmi 10 yumurta qaldı onun da. Bu ördəyimiz indi gölə çimməyə gedib, indi durdu getdi. 40 yatan ördəyimiz. Onun da altında 12 yumurta var idi. Sabahsı bir dənə də yumurta oldu altında, 13 oldu. Yəni digər ördək də yumurtada, onu da koydum onun altına, 13 oldu. Ama bugün özü tekrar birində yumurtlayıb, ama onu da altına koymadım. Ayırdım, ora koydum ki o ağlı qaralı ördək də çünkü yumurtlayır, yatacaq, onu da 1-2 yumurtasını bunun altına koydum diye istemiyorum, onun da altında çok az yumurta olsun. İndi o da yəqin ki yaxın günlərdə bir həftə içində falan qırt yatacaq. Bunu da sizlere demək istədim. Videonu çok uzun tutmayacağım. Teşekkür ederim izlediğiniz için. İnşallah bugün ayın 10'udur. Bu akşam bu video sizlerle olacak. Like atıp yorum atmayı unutmayın. Kanalımızda dostunuzla, tanışınızla, etrafınızla paylaşsanız çok sevinirim. Minnettarım her birinize. Bu şeyde diyeyim, sona kadar izleyenler benim en değerli izleyicilerimdir. Eğer sona kadar izlediyse bunu yorumlarda siz de qeyd edin. Minnettarım indidən sona kadar izleyenlere. Bu fal yumurtalarda bura koydum. Yani bu rengliler, yani fal yumurtalarda, yani bunun altından çıkan toxumsuz yumurtalarda. Bunlar da dünənləri burada yatan ördəyimizlə ağlı qaralının yumurtladığı ördəkləri, daha doğrusu bu günləri. Onu da qoymuram. Hə, bu balaca yumurtada da toxum yox imiş. Olmadı, onu da deyim sizlərə. Onu da koydum bura ki, o axı ördəyin yerini dəyişəndə yatmır. Yumurtalarını götürmüşəm deyə buradan dedim ki, burada yumurta çox olsun, görsün, yatsın da, yəni həvəsə gəlsin. Belə dostlar, sona kadar izleyen izleyicilerime çok teşekkür ederim. Yorumlarda qeyd edin. Kim izlədiysə əgər sona kadar.